Bir dənə fikrim var idi ki, qisas almaq. Özümə bir söz verdim ki, Laçın musiqisi ilə çıxacam ringə. Orada bir epizodda məğlub ola da bilərdim. Bütün sosial şəbəkələrdə məni paylaşıblar. Salam, hər vaxtınız xeyir olsun 124-ün daimi izləyiciləri. Bugün əməkdar idman ustası, tanınmış MMA döyüşçüsü, Laçın Qartal ləqəbi ilə tanınan Elçin Hüseynov mənim yanımdadır. Elçin Hüseynov Azərbaycanı MMA idman növü üzrə dünyada təmsil edən şəxslərdən biridir. Onu da qeyd edim ki, Elçin Hüseynov 2024-cü ilin fevral ayında erməni rəqibi Arok Akopyanla keçirdiyi görüşdə həmin rəqibi məğlub etdikdən sonra mediada və ictimaiyyət arasında daha geniş yayılmışdı onun videoları və çıxışları. Elçin Hüseynov mayın 31-də Tiflisdə Rus rəqibi ilə görüş keçirəcək və bugün döyüşə hazırlıqla bağlı, hazırlıq prosesi ilə bağlı bizim suallarımızı cavablandıracaq. Elçin bəy, salam, hər vaxtınız xeyir olsun. Döyüşə hazırlıq prosesi necə gedir? İnşallah mayın 31-də Tiflis şəhərində Jaguar təşkilatının yarışı olacaq. Rus idmançısı ilə görüşəcəm. Allahın izni ilə hazırlığımız tam şəkildə davam eləyir. Həm fiziki cəhətdən, həm texniki cəhətdən məşqlərimiz də oluruq. İnşallah bir dənə fikrimiz var ki, qalib gəlmək, vətənə qalibiyyətlə dönmək, üç rəngli bayrağımızı Tiflis şəhərində dalğalandırmaq. Elçin bəy, ötən ilin fevral ayında sizin erməni rəqibinizlə Sarok Akopyanla görüşünüz oldu və həmin döyüşdə siz ona qalib gəldiniz. Bu video materiallar və sizin açıqlamalarınız mediada geniş yayıldı, belə deyək də. Ondan sonra daha populyarlıq qazandınız. Həmin döyüşü necə xatırlayırsınız, həmin günü? Bəli, keçən il bu döyüş baş tutdu. Siz bildiyiniz kimi mən Jaguar təşkilatı ilə müqavilə bağlamışam. Mənim döyüşümün çoxusu Tiflis şəhərində olur. Yarışa 40 gün, 45 gün qalmışdı. Mənə təklif elədilər ki, belə bir idmançı var, erməni idmançısıdır. Döyüşmək istəyərsən, mən də yüksək səviyyədə bəli dedim. Hazırlığımız yaxşı keçdi. İnanırsınız ki, döyüş qabağı bir gün qabaq çəki olur. Döyüşdə tərəzi olur da, yəni bizim idman dildə desək festafes deyilir ona. Festafesə gələndə mən o erməni idmançısını görəndə mənim gözümün qabağına 92-ci illər gəldi, Xocalı faciəsi gəldi. Yəni bir dənə fikrim var idi ki, qalib gəlmək. Qisas almaq. Allah çox şükürlər olsun ki, ringə çıxdıq. Allah təala bizi utandırmadı. Var gücümüzü qoyduq, erməni idmançısına qalib gəldik. Düzdür, orada bir epizodda məğlub ola da bilərdim, amma o anda mənim gözümün önündə şəhidlərimiz, qazilərimiz gəldi və Allah çox şükürlər olsun ki, o epizoddan çıxıb erməni idmançısını güclü zərbələrlə nakalt elədik. Qalib gəldik, üç rəngli bayrağımızı ermənilərin içində dalğalandırdıq və sübut elədik ki, Azərbaycanlılar, Azərbaycan idmançıları nəyə naildir. Qalib gələndən sonra düz idi, gec idi, saat 1-də 2-də qutardı döyüş. Yorğun, sevincək, adam nə hiss eləyə bilər. Mən də telefonu söndürmüşəm, atmışam qırağa ki, Allah uzaq eləsin, birdən məğlubiyyətlə rastlaşaram. Amma elə oldu ki, qalib gəldim. Bir dənə kadr paylaşdım orada. Erməni idmançısı yanımda və Azərbaycan bayrağı çiynimdə əlimi qaldıranda o kadrı paylaşdım, yatdım. Tezdən durdum, gördüm ki, bütün Azərbaycanda məni sevənlər, bizi istəyənlər hamı paylaşıb, bütün sosial şəbəkələrdə məni paylaşıblar. Mən həqiqətən belə bir ağlıma gəlməzdi ki, məni belə paylaşsınlar, belə məşhur olum. Efirlərdən çoxlu zənglər gəldi mənə. Sağ olsunlar, telekanallarımız aeroporta düşən kimi gəldilər, mənimlə müsahibə aldılar. Dövlət qurumları sağ olsun məni qəbul elədilər. Gənclər və İdman Nazirimiz məni qəbul elədi. Yəni minnətdaram xalqımıza, elimizə, obamıza həqiqətən minnətdaram ki, mənə dəyər qiymət verdilər. Elçin bəy, döyüşlərinizin əksəriyyətində, böyük əksəriyyətində ringə çıxmazdan əvvəl Laçın mahnısını səsləndirirsiniz. Bu mahnının səsləndirilməsinə siz nə vadar edir? Siz bildiyiniz kimi mən Laçınlıyam. Düzdür, mən Laçın üzü görməmişdim, amma Laçın həsrəti ilə yaşamışam. Mən 2019-cu ildə bu mahnı
mənə xoş oldu. Dinlədim və özümə bir söz verdim ki, Laçın musiqisi ilə çıxacam ringə. Laçın musiqisi ilə ringə çıxanda həqiqətən də o mahnının öz av-havası var. Adama güc verir, adama qüvvət verdi. O musiqi ilə Laçınların sevgisini qazandım və Laçınlar başladı məni çox istəməyə. İstər həm o musiqi ilə, istər də mən özünüz bilirsiniz ki, harda olum Laçın kəlməsi dilimdən düşmür. Bu da mənim ürəyimdən gələn bir sevgidir. Laçınıma, elimə bağlı bir insanam. Bildiyiniz kimi mən deputatlığa namizəd verəndə bütün Laçınlar mənlə idi. Bütün el-oba mənə dəstək oldu. Mən də bütün Laçınları salamlayıram və buradan hamısına çoxlu salamlarımı deyirəm. Minnətdaram hamısına.